Boğaz ağrısı nədən yaranır? Çarəsi nədir? Boğaz ağrısı, yəni faringit, dünyada ən çox rast gəlinən problemlərdən biridir. Təkcə Amerikada ildə 40 milyona yaxın insan məhz boğaz ağrısı problemi ilə həkimə müraciət edir. Boğaz ağrısı iki səbəbdən formalaşır: virus və bakterial mənşəli. Virus mənşəli boğaz ağrısı öskürək, halsızlıq, burun axıntısı kimi hallarla özünü göstərə bilir və bu xəstəliyə qrip kimi infeksiyalar səbəb olur. Müalicəsində isə antibiotik tövsiyə olunmur. Bakterial səbəbdən yaranan boğaz ağrıları isə daha çox uşaqlarda məktəb dövründə təsadüf olunur. Bu problem vaxtında müalicə olunmasa, börəklərdə iltihab və ciddi şəkildə qızdırmaya səbəb olur. Əgər sizdə boğazınız ağrıyan zaman təbii və effektli bir üsul axtarırsınızsa, Tiroben solma tabletlərindən istifadə edə bilərsiniz. Məhsulun içərisində mentol və təbii antibiotik sayılan tirotriçin maddəsi var. Bu maddələr antiseptik və antibakterial özəlliyi sayəsində boğazda yaranan göynəmə, yanma və udğunarkən formalaşan ağrını aradan qaldırır. Həmçinin boğaz infeksiyalarını yaradan mikrobları, virus və bakteriyaları da məhv edir. Tiroben solma tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.